Bu artıq Mehribanın bir ana instinkti yarandı. Yəni ana kimi bu başa düşüb ki, Mehriban evdə ola, İlham gedib basıb qayırıb Cəmiləni. Onu yandıran o idi ki, mən ola, sən bunu eləmisənsə, bu uşağı mən qəbul eləməyəcəm. Bu uşaq mənim düşmənimdir, bu uşaq mənlik deyil. Ona görə də bax o uşağı qəbul eləmək istəmirdi. Qəbul eləmək istəmirdi. Sonra Leyla Əliyeva ortaya girdi və Leyla Əliyeva dedi ki, mən onu ay mamiçka, mən onu övladlığa götürəcəm, özüm baxacam. Və indi də Mehriban Əliyevanın bir çox şəkillərinə baxsanız, ailəlikcə şəkillərə, 100 şəkildən ancaq 2-3 şəkildə Əminə Əliyeva ailəlikcə şəkildə var. Qalan heç bir şəkildə Novruz şənliyində İlham paylaşılır, ocaq başında, yeni ildə. Heç birində Mehriban icazə vermir ki, Əminə o şəkillərdə düşsün. O ona nifrət eləyir, o onu qəbul eləmək istəmir. Mehribanda bu travma qalıbdır. Yəni travma qalıb Yaman, ki, hətta bir dəfə eşitdim ki, mən onu Mehriban müəyyən vaxtlarda öldürmək istəyib, onu Britaniyada saxlayıblar, qaçırdıblar, eləmi? bəli. Yəni Mehribanın travması var. Mehribanın beyninin içində o qızı görəndə qıcıq olur, nifrət yaranır, parçalamaq istəyir. Çünki Mehriban Alyonadan fərqli olaraq, Alyona Soskatda, Mehriban amma indi bu oxumuşların ailəsindən, nəslindən çıxıb, güya bunlar biraz oxumuş nəsildir, güya bunlar biraz elit nəsildir və təsəvvür etsən Mehriban bacısı, bacı uşaqları deyir ki, ay bibi, ərin gedib Cəmiləni qayırıb, sən niyə qaymır da? Bu onun üçün ölüm kimi bir şeydir. Ona görə də o uşağı Mehriban dalaşanda İlhama Aşşaq Qırxanın nəvəsidir, aşağılı 100%. Biz niyə təəccüblənirik? Emin Hüseynov, mənim qardaşım, Münihdə onu tutanda nə demişdi? Sən idin deyir, arvad paltarı ilə qaçan. Hələ bu jurnalistlərin içində bunu deyib ha. İndi gör İlhamın başına nə oynatır. Sən hamamçı Petkun nəvəsi, sərhədçisinin spermasından əmələ gələn və s. Gör İlhamın Biz başına. nətər kömək eləyə bilərik bu İlhamı Mehribandan belə xilas eləyə bilərik? İlhamı xilas eləyən vallahi onu çətin biz onu xilas eləyə bilərik. Mehriban cadugardır, aydın məsələdir. Qara cadugar, magiya ustasıdır. Mehribandan bir cadugar, güclü cadugar olar ki, Mehribanın şeyini, şuyunu bağlayır, əlini qolunu. İfrit belə qalatar Əhmədov kimi. Ha? Onu Mehriban heç də Mehriban indi cavanlara bir şey eləyir, cavanlarla. Və tarixdə bilsən nə maraqlıdır? Maraqlısı odur ki, İlham cavanlıqda kef eləyib. Cavanlıqda Mehribanı yox, cavanları qayırırdı. İndi bilsən zamanə necə dəyişib. İndi Mehriban ancaq cavanları axtarır. Mehribanı qayıranlar indi cavanlardır. Anar Ələkbərov, ay nə bilim, təzə nazirlər, ay nə bilim, osu, busu, Trumpı. İndi Mehriban da şey eləyib də, ayrılıb. Mehriban da deyir ki, indi mənim qoca vaxtlarımdır, mənə nə lazımdır? Cavan yoburlar. İndi də Mehriban paylayır ona buna. Bax, belə bir götürənlərin əlində qalmışıq. Mən qorxuram ki, o Əminəni də Mikail də əli basıb şey eləyəcək. Mən ona qorxuram, ona yanıram ki, o uşağı çox 100%. Və mən basıb onda şey ola bilər. Mən ortaya qoydum ki, deməli bu İlham Əliyev, Emin Ağalırovla şərikli uşaq böyüdürlər. Şərikli biznes edirlər. Şərikli Sibriz layihəsini tikirlər. Mehriban da şərikli qayırlar onda. Və mən nəsə deyirəm, Mehribanı da şərikli qayırlar. Amma başqa məsələ var. Mən indi tam əminəm ki, Alyonanı da Bala Heydərlə şərikli basıb qayırırlar. Bir gün deməli İlham Bala Heydər qayırır, bir gün Alyonanı. Çünki Bala Heydər impotentdir, quşu durmur. Sən kimdən danışsan ora? İlham Əliyev ailədən gedir. Bunlar Rothschild, Rockefeller ailələri kimi. Bunlar qıraqdan evlənmir, qıraqdan şeylənmir, qıraqdan. Yəni nə deyim, Alyonadakı manyakdır da. Belə psixoloji, həqiqi professionaldır da. Mən bizim də 50 yarım əsr yaşım var da. Bu qədər izləmişəm porno, nə bilim, nə Playboy bilir. Alyona kimisini görməmişəm. Yəni Alyonanın o bir neçə dəqiqə kaseti var idi ha. O həqiqi Alyona idi ha. 100%. 100% Alyona idi. Bunlar yalandan çıxartdılar, Alyona döymüş filan kəs. Bunu əvvəldən mən dedim əvvəldən. Yəni bu Alyona öz aramızda da Alyona olan yerdə. Dibindən götürür ya. Dibindən. Ağzına bunu neçə dişlə yeyə biləsən? Bax bunu neçə dişlə yeyə biləsən? Hətta deyirlər ağızdan nətər al. Ay qadın. Parmağımı ağzıma soxan verəm bu boyda. Bunu yox eləyir. Alyona bunu yox eləyir. O neçə santıdır qaqa? 12-13 olar. Bu nə qədərdir? O 10, 9. Bu sənin üçün böyükdür, balacadır mənə deyir. O Alyona, o ağzına alan şey ona geçer dəqiq. Alyona. Alyona. Böyle yatağın belə bir uzun alət yoxdur Alyona'nın. Alyona'nın alacağı boyda uzun alət tapa bilmirik biz. Qocuğun buralarda var. Qocuğun bura. Var. Ben kulağımı çək.